Salam, xoş gördük. Yenə mən jurnalist Vilayət Muxtar. Bugün sizə ölkə gündəmində olan, yəni səhər-səhər yayımlanan xəbərlərin maraqlı olan hissələrindən danışmaq qərarına gəlmişəm. Belə ki, əvvəl başlayım şəhərdə olan vəziyyətlə bağlı. Bakı şəhərində bu dəqiqələrdə Bakı-Sumqayıt şossesi 20 yanvar metro stansiyası istiqamətində tıxac var. Eyni zamanda Tiflis prospekti 20 yanvar metro stansiyası mərkəz istiqamətində Yusif Səfərov küçəsi, Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər olan hissəsində, Aeroport şossesi, Koroğlu metro stansiyası istiqamətində 1-ci Gölkənarı yol Ziya Bünyadov prospekti, eyni zamanda Ziya Bünyadov prospekti Müzəffər Nərimanov küçəsi ilə kəsişmədə də 20 yanvar metro stansiyası istiqamətinə gedən yolda tıxacdır. 8 noyabr prospekti Süleyman Əhmədov küçəsi ilə kəsişmə mərkəz istiqamətində, Binəqədi şossesi, Azadlıq prospekti metro stansiyaları istiqamətində, Heydər Əliyev prospekti əsas yol mərkəz istiqamətində sıxlıq müşahidə olunur. Yəni, prinsipcə Bakı şəhərinin bütün yollarında tıxac var. Digər maraqlı xəbərlərdən biri isə Dövlət Komitəsi. Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin yaydığı məlumatdır ki, vakant yer elan edib, yeri gəlmişkən 17 məscidə imam axtarır, yəni molla axtarırlar, oranın rəhbəri vəzifəsini təyin etmək üçün. Eyni zamanda 31 məscidə isə imam müavini vəzifəsinə işçi axtarırlar. Fövqəladə Hallar Nazirliyində maraqlı məlumatı var. Deməli, ötən həftə ərzində 9-u az yaşlı olmaqla 54 nəfər xilas edilib, 2 nəfər xəsarət alıb, hadisə zamanı 7 nəfər həyatını itirib. Bu, bir həftə ərzində baş verən fövqəladə vəziyyətlərlə bağlı həftəlik hesabatdır. Eyni zamanda hamının diqqətlə izlədiyi qızılla bağlı da məlumat var. Dünya bazarında qızılın qiyməti, bir unsiyasının qiyməti ən yüksək həddə çatıb. Belə ki, konkret olaraq 5100 dolları keçib bir unsiyanın qiyməti. Bu da tarixi rekord kimi qələmə verilir. Eyni zamanda pensiya kapitalının artması da, nə qədər artacağı da rəsmiləşib artıq. Pensiya kapitalı bizim Dövlət Sosial Müdafiə Fonduna vətəndaşların ödədiyi vəsaitdir. Bu vəsait artıq 5,6% artaraq rəqəmlə olaraq 2240 manat artıb, yəni 42240 manat olub. Artıq pensiya kapitalı yığan şəxslər buna xüsusi diqqət eləməlidir. Pensiyanın artımları ilə bağlı isə faiz dərəcəsi 9,2% nəzərdə tutulur, amma bu hələ rəsmiləşməyib. Bunun rəsmiləşməsi üçün Dövlət Statistika Komitəsi 2025-ci illə bağlı maaşların orta aylıq əmək haqqının artım tempi ilə bağlı konkret rəqəmi verməlidir. Yəni, rəqəm yoxdursa, bu məsələ də yoxdur. Digər 2025-ci illə bağlı daha bir maraqlı məlumat Azərbaycan Ermənistan arasında olan ticarət əməliyyatı ilə bağlıdır ki, 2025-ci ildə Azərbaycan Ermənistana 788,8 min ABŞ dolları dəyərində məhsul ixrac edib. Dərs oxuyanların da marağına səbəb olacaq bir xəbər var. Deməli, magistraturaya sənəd qəbulu başa çatır. Qəbul imtahanında iştirak etmək üçün bakalavr nərcələrinin qəbulu bugün, yəni 26 yanvar axşam saat 00:00-a qədər sənədlərini verməlidir. Artıq 26 yanvar səhər saat 09:00-da olan məlumata əsasən 20.346 bakalavr ərizəsini təqdim edib. Hər birinə uğurlar arzuluyuruq. Bir faciəli xəbər də var. Bakıda oğul anasını faciəvi şəkildə qətlə yetirib. Bu barədə ailənin yaxınları məlumat verib, bildirib ki, 2026-cı ilin yanvarın 24-ü saat 11 radələrində Maçdağa südçülük savxozunda Ağayev Emil Xanlaroğlu, anası 67 yaşlı Ağayev Həyat Nəzər qızını amansızlıqla qətlə yetirib. Artıq Emil Ağayev şübhəli şəxs qismində saxlanılıb. Onun əvvəllər narkotik vasitələrdən istifadə etdiyi ilə bağlı məlumatlar da var. O, hətta bununla bağlı aidiyyatı üzrə ambulator müalicə də alıb. Belə, günün əsas xəbərləri bu qədər. Bizi izləməyə davam edin. Sağ olun. Kanala da abunə olmağı unutmayın.